Rəhmətli Möhbət dayıgilin evinin yanından, bizim 20 yanvar abidəsinin yanından təpəsi aşağı gəlib Xaçına gedən yoldur. Rəhmətli Beypid dayıgilin, Bal dayıgilin, Arazgilin, rəhmətli Əfqan dayıgilin, Kamil dayıgilin küçəsidir. Bu klubun yanından gəlir. Bizim klubun yanından gəlir. Mirzə dayıgilin evinin yan aşağı, İmanov Noruz babagilin evinin yan aşağı gedən bir küçədir. Rəhmətli Ələkbərov Surxay dayıgilindir. Rəhmətli İskəndərov Vəli dayıgilin evidir. Rəhmətli Hüseynov Eldar dayıgilin evidir. Rəhmətli Yahya dayıgilin, rəhmətli Kamran dayıgilin, rəhmətli Əkbər babagilin. O küçədə olanlar, yaşayanlar rəhmətli Hacı Murad dayı idi, Lazım baba idi, rəhmətli Əkbər baba olub orada, Əjdər baba olubdu. Onların küçələridir. Üz aşağı qaydanda bir də rəhmətli Xasay dayıgilin evi olubdu o küçədə. Aşağı yenəndə rəhmətli Balış nənəgilin evi olubdu. Yəni ümumiyyətcə buradan aşağı yenəndə rəhmətli Loğman dayıgilin evi olubdu. Rəhmətli Əşrəf dayıgilin evi olubdu. Allah rəhmətə gedənlərin hamısına qəni-qəni rəhmət eləsin. Allah hər birinə rəhmət eləsin, qəni-qəni rəhmət eləsin. Mənim bu durduğum küçədə 1-ci Qarabağ müharibəsinin bu küçənin 5 qəhrəman şəhidləri var. O 5 qəhrəman şəhidlərdən 1-ci Qarabağ müharibəsində Ağdam rayonu Əlağalı kəndinin ilk şəhidi 15 may 1992-ci ildə Abdagülaflı kəndi uğrunda şəhid olan Ələkbərov Salih olubdu. Ələkbərov Elçin olubdu. Hüseynov Elçin olubdu. Hüseynov Elçin Eldar oğlu Sırxəmən əməliyyatlarında itkin düşübdü. Bugünkü günə qədər hələ də onun taleyindən bir xəbər yoxdur. Və bacı qardaş Famil və Ətrabə Hüseynova bacı qardaşları məhz bu küçədə Ətrabə ilə Famil məhz bu küçədə şəhid olublar. Bu küçədə bu küçənin 5 qəhrəman şəhidi olubdu. Allah hər birinə rəhmət eləsin, qəni-qəni rəhmət eləsin. Bəli, biz heç bir zaman qəhrəmanlarımızı, qəhrəman şəhidlərimizi unutmamalıyıq. Şəhidlərimiz bizim hər bir vətəndaşımızın, başımızın tacıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ruhları şad, məkanları cənnət olsun. Onların hesabına gəlib bugünkü günü torpağımızda, kəndimizdə, işğaldan azad olunmuş bütün ərazilərimizdə azad, sərbəst gəzirik. Allah hər bir şəhidimizə rəhmət eləsin. Yaralı qazilərimizə can sağlığı versin.